Dünyadan köçəndən sonra bir sinirlər, çağırırlar adamı, deyirlər, gəl bura, xoş gəlmirsən. Gəl görək nə öyrəndin? 50 il yaşadın, nə öyrəndin? Filan maşının motoru filan. Bir indi maşın yoxdur burada, maraqsızdır orada. Yoxdur, olan şeylərdən danış. Yoxdur, hamısı qaldı orada, iqruşqalar, oyuncaqlar idi, qaldı. Filan şey, məsələn, filan şeydən sonra belə, çay belə dəmləyərlər. Müdrik görsən, 70 yaşda kişi danışır, bütün öyrəndiyi budur ki, çayı necə dəmləyərlər. Onu da bilir, mən deyirəm, çayı da bil, yeməyi də bil. Deyirlər, 40 yaşlı adam yeməyindən başı çıxmasa ağlı yoxdur onun. Bilmir ki, nə olar, nə olmaz yiyir, onun ağlı yoxdur. Böyle adamlar var da insanların içində. Amma bu deyil sənin nəhayət məqsədin. Çağırır səni, qəbirdə deyir, mən Rəbbuk. Bu suala cavab ver. Allahdan nə başa düşdün, Rəbbin kimdir? Allahdan danış mənə görüm. İnsanın bədəni qalır torpağın altında, insan özü ilə nə aparır? Agahlıq. Agahlıq aparır.